sonra yayda açıq, qışda tüm makiyaj eləyəcəm. O da bilirsiniz niyə? Bayaq makiyaj eləyirdim, ağlıma gəldi, dedim mən niyə belə eləmirəm ki? Ona görə bundan sonra eləyəcəm. Amma bugünkü mövzumuz makiyaj deyil, kombinli. Ona görə gəlin keçək kombinimizə. Üst olaraq qara rəngdə crop. Şalvar olaraq iki variantım var. Geyinəcəm, hansının daha yaxşı olduğuna siz qərar verəcəksiniz. Birincisi bu şalvarım. Bununla geyinmişəm, bununla yaraşır. Amma o birisi ilə yaraşır yoxsa yox bilmirəm. Onu geyinib baxacaq. Bu biraz şübhəlidir. Çünki bunun beli çox aşağıdır. Yaraşar yoxsa yaraşmaz. Orası biraz şübhəlidir. Onda mən geyinim, hansının daha yaxşı olduğuna siz qərar verin. Birinci belə oldu. Çöldə yaxşı yaraşan mənim kombinlər. Bir şey diyeyim, mən bunu çıxartdım. Çünki içəri salanda qəşəng görünmür. Bu şalvarla da bilmirəm kameranın açısındandır, nədəndir, amma qəşəng görünmür. İkisi də qəşəng görünmür. İkisi də pis göründü. Bu nədir? Güzgü də özümə baxıram. Güzgü də qəşəngdir, kamerada pis görünür. Yaxşı səsini eşidirsiniz. Mən çox fikir bildirmirəm, fikir saxlayıram sizə. Siz qərar verin, birinci kombin yoxsa ikinci kombin. Bye bye.